Yoldaşlar, bir çox işçiyə ehtiyac var. Harda ehtiyac var? Bu Bakı Steel Company-dədir. Deməli, gəlin mən sizə sayım hansı işçilərə ehtiyac var. Özünüz qərar verin. Deməli, tökücüyə ehtiyac var, körpülü kran maşinisinə ehtiyac var, fəhləyə ehtiyac var, dəstələyiciyə ehtiyac var, qaynaqçıya ehtiyac var, tır sürücüsünə ehtiyac var, elektrik montoruna ehtiyac var, kran avadanlıqlarının təmiri üzrə elektrik montoruna ehtiyac var, ixtisaslı fəhləyə ehtiyac var, isti sahələrinin təmizləyicisi işçisinə ehtiyac var, xadiməyə ehtiyac var, sonra növbə briqaderinə ehtiyac var, qaz kəsiciyə ehtiyac var, frezerçi, karuselçiyə ehtiyac var, tornası iç yoncuya ehtiyac var, adi tornası işi var, kran avadanlıqlarının təmiri üzrə təmirçi silingərə ehtiyac var, təmirçi silingərə ehtiyac var, sonra hidravlik silingərlərə ehtiyac var, sonra əl ilə qəlbləmədə milçi işi var, polad ərdən işi var, modelçi işi var, əl ilə qəlbləmədə qəlibçi işi də var, hamarlayıcı dəzgahda isti boru yayıcısı işi var, deşmə dəzgahının idarəetmə postunun operatoru işi var, orta tip işçisinə də ehtiyac var, doğrayıcıya ehtiyac var, sonra paketləyici işi var, sonra avtomatika və növ üzrə elektrik silingər işi var, avtomatika və növ üzrə usta işi də var, avtomatika və növ üzrə mühəndis işi də var, baş elektrik işi var, soyuq metal kəsici işi var. Bu işlər yoldaşlar Bakı Steel Company-dədir, qapalı səhmdar cəmiyyətindədir. Bu işlərdə müraciət etmək üçün CV-niz olmalıdır. CV ilə müraciət etməlisiniz bu işə. Deməli, bu işlərdə müraciət etməkdə çətinlik çəkirsinizsə, dəstəklər üçün əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Bu bir dənə şirkətdə idi ki, həmin şirkətin mən sizə belə deyim, vakansiyalarını bildirdim. Amma digər sahələrdə də işlər var yoldaşlar, fərqli yerlərdə. Ümumiyyətlə iş tapmanıza çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüz? Orada kanala daxil olun, toxunulacaq oldu kanala. Kanala daxil olduqdan sonra diqqət etsəniz, orada əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.